Salam uşaqlar, bugün sizinlə 01.05.2022-ci il 9-cu sinif imtahanlarına düşmüş suallara nəzər yetirəcəyik. Birinci səhifə bu formada, ikinci səhifə isə bu formadadır. Deməli, sual 1. Bizə bir düzbucaqlı verib. Bu formada buranı 90 dərəcə verib, bizdən buranı soruşur. Verdikləri isə 30 dərəcə ilə bu tərəfdir və x-i tapın deyir. Belə ki, düzbucaqlı üçbucaqda 30 dərəcəli bucaq qarşısındakı katit hipotenuzun yarısına bərabərdir. Yəni, bura 8-dir. Digər tərəfdən 90 olduğunu, 90 bura 30 olduğu üçün bura 60 düşür. Burada 90 olduğu üçün 30 da bura düşür. 30 dərəcəli bucaq qarşısındakı katit hipotenuzun yarısına bərabərdir. Yenə burada 2 düşür. Yəni, bu 8-i tapmasaq belə 2-ni tapmış ola bilərdik. Növbəti sual bir çevrə verib. Mərkəzi O olan bizdə kiçik-kiçik xəttlər verib və bunların ikisinin bir-birinə bərabər olduğunu verib. Buranı qamma verib, buranı alfa verib, buranı da beta verib. Və bizə deyir ki, alfa betadan 60 dərəcə azdır. Qammanı tapın. Alfa betadan azdırsa, onda betanın yerinə yaza bilərik alfa üstə 60. Və biz bildik ki, bərabər yanlı olduğu üçün burada alfadır. Onda 3 alfa üstə gəlsin 60 bərabərdir 180-ə. 3 alfa bərabərdir 120-yə, alfa bərabərdir 40-a. Onda da beta bərabərdir 100-ə. Şimdi, buranı bildik ki, neçə imiş? 100 imiş. Yaxşı, bura 100-dürsə, bura 200 eləyər. Yəni, buradan düz, bax, bura qədər 200. Çevrə də 360 dərəcəli qövsdür. Onda burada 160 eləməlidir ki, 360 olsun. Mərkəzi bucaqda söykəndiyi qövsə bərabərdir. Deməli, qamma nəyə bərabərdir? 160-a. Ya da bir dənə belə bir xassəmiz var. Bura x, bura isə məsələn y olarsa, y bölünsün 2 üstə gəlsin, x bərabərdir 180 eləməlidir. Oradan da tapa bilərdik. Növbəti sualımız 3-cüdür. X kvadrat üstə gəlsin 8x plus 4 bərabərdir 0 verib. Bizə verib x1-in kvadratı üstə x2-nin kvadratı üstə gəlsin 2x1 x2 bölünsün x1 kvadrat üstə vurulsun x2 kvadrat. VT əsasən bilirik ki, çevrilmiş kvadrat tənlikdə x1 üstə gəlsin x2 bərabərdir ikincinin əks işarəsinə, hasili isə bərabərdir 3-cüyə. 3-cü deyib 3 yazıraq. Aha, yuxarı müxtəsər vurma düsturu x1 üstə gəlsin x2-nin kvadratıdır. Aşağıda zaten hasil kimi vermişdi. Kök altında saxlayırıq. Birbaşa kök altından çıxartmıram. Çünki mənfi nəzərə almarıq birdən problem yaşayarıq deyə. Qoyuram yerinə mənfi 8-in kvadratı bölünsün 4-ün kvadratı. 8-in kvadratı 64, 4-ün kvadratı 16, ixtisar gəsdə 4 eləyir, 4-dən də çıxır 2. Bu qədər. Növbəti sualımız 2, kökün içində 2, bir də kökdə 8. Bilirik ki, 2, mötərəzidə olanda kök altında 2 vurulsun, kök altında 8, o deyilir 2 kökün altında 16, 16-dan 4 çıxır, o deyilir neçə? 2 üstündə 4-də 16 etmiş olur. Növbəti sualımız torbada n sayda qara, 3 dənə sarı, 5 qırmızı kürə var. Təsadüfən çıxan kürənin qara və sarı olması ehtimalı. Yəni, bir dənə kürə çıxır. 8 plus n-dən 1. Ya qara olsun, ya sarı. Ya n olsun, ya da 3. Bir sözlə 8 plus n-də n plus 3. Deyir, bu hal 2-də 1-dir. 0-dan 10-da 5-dir. Onda tənasüb kimi yazırıq. 2n plus 6 bərabər 8 üstə n. N bərabərdir 2. Deməli, n-in sayını deyir, tapıb 2 olmuş oldu. İşin 30% görülüb, neçə faizi görülməmiş qalır, neçə hissəsi. 100-dən 30-u görülübsə, deməli 70-i görülməmiş qalır. %70 də 0-dan 10-da 7-dir.
bu formada yazılacaq. Bu sadə suallar idi. 7. Ondan da sadə bir sual gəlir. 5x çıxılsın 3y bərabərdir 10 olarsa, funksiya üzərindəki ordinatı 6-ya bərabərdir. Ordinatı 6-ya bərabərdir. Apsisi tapın. Yəni y-in yerinə 6 qoy, x-i tap. Çıxılsın 18 bərabərdir 10. 5x bərabərdir 28. X bərabərdir 5,6. Sonra növbəti tərəfləri 3, 2-də 3 və 5-də 3 olan paralelipipedin həcmini tapın. Həcm düsturu ABC olduğuna görə 3 vurulsun, 2-də 3 vurulsun, 5-də 3. Yəni 10-da 27. Cavab deyəcək 2 10-da 7. Növbəti sual 9-cudur. 9-cu sualda belədir. A üstündə 3-ün kvadratı, B-də 5-in kvadratı olarsa B minus A-nı tap. Yəni 5-in kvadratı çıxılsın 3-ün kvadratı. Sadə yoldan da tapa bilərik. Bu da Amerikanski yolumuz. Müxtəsər olma düsturu. 16. Sadə, indi Mirxəl deyəcək ki, müəllim olmaz 25 çıxılsın 9 yazıb 16 yazaq. Niyə olmur olar? 10-cu sualımız A bölünsün 12 düzgün kəsir olarsa, düzgün kəsirin qaydası sürəti məxrəcindən kiçik olan kəsirə düzgün kəsir deyilir. 12 kiçikdir elədi. 12-dən kiçik ədədləri yazaq. 11, 10, 9, 8 və s. Ən böyüyünü tapın deyir 11-in özü. Növbəti sualımız qəşəng bir trapesiya sualıdır. A, D, C, B. Burada KH-ım var. Buradan bir dənə belə var. Buradan 90 dərəcəm var. Bir KH orta xətt olarsa, CD-nin ölçüsü 6-dır. CD-yə bir dənə 6-nı yazdım. Sonra nə deyir bizə? Deyir KM bərabərdir 16. Yəni orta xəttim 16-dır. HB bu H-dır. Mən elə bir yüngül var burada. Bunların yerini səhv yazmışam. D buradadır, B burada. HB-ni soruşur. AD də bərabərdir BC. Yəni bərabər yanlı bizim trapesiyamız var. Yaxşı. 6-yı da bura yox, CD-ni verilmiş. Yəni 6-nı da bura verilmiş. Yaxşı. Bizim qaydamız nədir? Deyir ki, trapesiyada, bərabər yanlı trapesiyada hündürlük onu A çıxılsın B bölünsün 2 və A plus B bölünsün 2-yə bölür. Yaxşı. Onda biz A çıxılsın B bölünsün 2 tapmalıyıq. Amma bizdə nə var? Buranın 16 olduğu var. Buranda 6. Yəni buranı əslində tapa bilərik. B tərəfi bərabərdir. Bilir ki A üstə gəlsin B bölünsün 2 16-dır. Onda A üstə gəlsin B 32-dir. Onda A'mız əgər 6 olduğuna görə B'miz də olacaq 32 minus 6. Yəni 26. Gəlin biraz səliqəli burada çəkim yazım. Baxın, bu trapesiyamız. Bu A plus B bölü 2. Bura A minus B bölü 2. Bizə A plus B bölünsün 2-ni, yəni orta xətti verib 16. A-nın özünü də verib 6. Neynədik? B bərabərdir. Bunu vurduq buna 32 çıx 6. Yəni 26. B-ni tapdıq, A-nı zaten bilirdik. Onda bura necə taparıq? Böyükdən kiçik çıxılır. Yəni 26 çıxılsın 6 bölünsün 2. Cavab eləyəcək 10. Növbəti sualımız 12-cidir. Bizə qəşəng 2 paralel düz xətt və onu kəsən verib. Buranı 110 verib. Buranı soruşur. Bilirik ki, uyğun bucaqlar bir-birinə bərabər olmalıdır. Həm də bilirik ki, 2 paralel düz xətti kəsənlə əmələ gətirdiyi bucaqlar ya bir-birinə bərabərdir, ya da cəmi 180 dərəcəyə bərabərdir. Burada ikisi də kör olduğuna görə deməli bu da 110 dərəcə etmiş olacaq. Növbəti sualımız 13-cüdür. 13-cü sualda burada bir dənə paralel xətt verib, 4 verib, x verib, 6 verib, 18 verib və bizə x-i soruşur. Paraleldir bunlar.
Paraleldirsə oxşarlıq qaydası var idi. 4-ün x-a, yəni oturacağa yan tərəfə bütöv bu 24-ə. İxtisarlarımızı gedərik. X bərabərdir 16. Uşaqlar, götürüb 6-nın 18-ə yazmayın. Çünki 6 bəli 3 bucağın yan tərəfidir. Amma 18-i götürsək, trapesiyanın yan tərəfi etmiş olar. Ona görə bütöv götürürlər. Növbəti sual 14-cüdür. 14-cü sualda bizə qəşəng yenə 3 bucaq verir. 3 bucaq bizdən əl çəkməyəcək. Belə bir xət verir. Buradan belə bir xət verir. Buranı bura bərabər. Buranı da bura bərabər verib. Bura bir dənə 55 dərəcə yazıb. Buranı bizdən soruşur. Mən də bilirəm ki, bərabəryanlı 3 bucaqda median olduğunu hardan bilir? Çünki bərabərliyin verib. Tən bölən hündürlük eyni şeydir. Və bilirik ki, bura 180 dərəcə elədiyinə görə x plus 55 plus 55, yəni 110 bərabərdir 180-ə. X bərabərdir 70 dərəcəyə. Bu qədər. 15-ci sual. Əbob 30 və 36. Əzbər altda yaza bilərsiniz, amma yazılma yolu 3, 5, 36, 2, 2, 3, 3. İkisində də olan 2 və 3. Bu formada da yaza bilərsiniz. 30, 36, ikisini də bilirsiniz 6-ya bölünür. 5 dəfə, 6 dəfə, 1 qıraqdakı promoyu da 6 götürə bilərsiniz. Sonraki sualımız belədir. A ədədi 7, 3. B ədədi isə A 3 olarsa, bu o y oxuna nəzərən simmetrikdirsə A-nı tap. Bilirik ki, hansı oxa nəzərən simmetrikdirsə o dəyişmir. Digər isə əks işarənin dəyişir. Deməli, A bərabərdir -7. Bu qədər. Növbəti sualımız 5, 6, 7, 8 verib. B-ni verib 6, 7, 8, 9. Deyir, A birləşir B-ni. Gəlin birləşdirək. 5, 6, 7, 8, 9. 5 dənə elementimiz var imiş. 18-ci sual. X kvadrat çıxılsın 6x minus 27 bərabər 0. Tənliyi həll edin. A-mız 1, B-miz -6, C-miz də bilik -27-dir. Əslində vietlə də gedək, olar diskriminantla da. B kvadrat minus 4AC, yəni 36, bir dəfəlik yazaq yoxsa -6-nın kvadratı çıxılsın 4 vurulsun, 1 vurulsun -27. Yəni 36 üstə 108. 144. Yaxşı, x1 bərabər -b üstə gəlinsin, diskriminant bölünsün 2a. -b oldu müsbət 6, üstə gəlinsin, diskriminantdan 12 çıxır, bölünsün 2. Yəni 18 bölü 2, 9. x2 bərabərdir, -b çıxılsın, diskriminant bölünsün 2a. Yəni 6 çıxılsın, 12 bölünsün 2. Bu da eləyir -3. Deməli, -3-dən 9. Yenə də dediyim kimi, İkinci qayda nədir? X kvadrat çıxılsın 6x minus 27 bərabər 0. Biləm x1 plus x2 bərabərdir 6-ya. x1 vurulsun x2 bərabərdir -27-yə. Təbii ki, 9 ilə -3-ü götürmək olar. Çünki hasili həqiqətən -27 cəmi də neçə edir? 6 edir. Yəni, vietlə də tapılmış ola bilərik. Sonra gəldik 19. 19-cu sualda demək olar. Hər ildə düşüb. 21. Hər il bu sualı izah eləmişik. Tənliklər sistemi verib, bizdən y-in kvadratını istəyir. Mən də nə edirəm? Yuxarıda kvadrat var deyə aşağıda kvadrata yüksəldirəm. Olur nə? X kvadrat üstə 2xy üstə gəlsin 4y-in kvadrat bərabərdir 21. Aşağıdakı da x kvadrat üstə 2xy plus y-in kvadratı bərabər 9. Tərəf-tərəfə çıxıram. X kvadratlar getdi, 2xy-lər getdi. 4y-in kvadratına y-in kvadratına çıxdı. 3y kvadrat bərabərdir. Buradan da bunu çıxanda 12. Y kvadrat bərabərdir 4 eləyəcək. Bizdən də bunu soruşur. 20-də deyir ki 6 minus x kiçikdir bərabərdir 3-dən.
Bərabərsizlik həll edin. Mənfi x kiçikdir bərabərdir 3 çıxılsın altdan. Mənfi x kiçikdir bərabərdir mənfi 3-dən. Mənfiyə böləndə işarə əksinə dəyişir. Deməli 3-dən böyükdür. İçin doldurduq. Niyə dolduruq? Altında bərabər var. 3-dən böyükdür, bərabərdir. 3 müsbət sonsuzluq. Növbəti sualımız 21-cidir. Deməli belə n plus 8 bölünsün n. Neçə natural qiymətində cavab tam ədəddir. Natural qiymət n bölünsün n, üstə gəlinsin n-də 8 parçalaya bilərik. N bölü n 1, üstə gəlsin 8 bölünsün n. Bizə n-in natural qiyməti, amma cavabın tam olması üçün. Tam olması üçün 8-in bölünənləri 1, 2, 4, 8-i götürə bilərik. Yəni 4 natural qiymətində. Növbəti sual 22-cidir. Sual belədir. A plus B bərabər 2. A vurulsun B bərabər 0.6. A kubu üstə gəlsin B kubunu tapın. Mən əlavə düsturdan istifadə edəcəm. A üstə B. A üstə gəlsin B-nin kvadratı çıxılsın 3AB. Olur nə? A plus B-ni yazıram 2. A plus B-nin kvadratı 4 çıxılsın. 3 dənə 0.6, 1.8. O da eləyəcək nə? 2 vurulsun, 2.2. Eləyəcək 4.4. Bu qədər. Növbəti sualımız. Deməli, belə bir şey var. 200 santimetrlik və 250 santimetrlik, bir də 350'lik taxta parçaları var. Hər biri bərabər hissələrə bölünür. Gəlin onda bunların əbobunu tapaq ki, görək üçü də hansı ədədə bölünürlər. Gəlin əvvəl 50-yə bölək. 50-yə bölsəm 4 dəfə, 5 dəfə, 7 dəfə 1. Deməli, həqiqətən də ən azı 50-50 bölə bilərik. Yaxşı, 200 metrlik parçanı 50'lik hissələrə bölmək üçün bu formada gedəcək. Bu 200'lük. 250'lik. Bu da 350'lik. Axırıncı xətti silək. Axırıncı xətti siləcəm dərkən sildim bütün dünyayı. 1, 2, 3, 4, 5, 6, 7. Yaxşı, bu bizim parçalarımız. Bildim ki, birincini 4 yerə, ikincini 5 yerə, üçüncünü də 7 yerə. Deyir, hər kəsimə 10 saniyə vaxt gedirsə. Uşaqlar, yadımızda saxlayaq ki, parçada əgər 4 yerə bölmək istəyirəmsə, bir buradan kəsəcəm, bir buradan, bir buradan. Neçədən kəsdim? 3 dənə. Bunu 5 yerə bölmək üçün 1, 2, 3, 4. 4 dənə. 7 yerə bölmək üçün də 6 dəfə kəsim eləyirik. Elə bilin ki, bir dənə qələm vermişəm sizə. Deyirəm 2 yerə böl. Neçə dəfə kəsəsiniz? Bir dəfə. 10 kimi fikirləşin. Həmişə bir dənə az kəsim olunur. Saydım 13 dəfə kəsim işləmiş olacam. Hərəsi də 10 saniyədən eləyəcək 130 saniyə. Belə. Neysə fırılla. Eləmədimsə cavabım düzdür. Növbəti sualımız getdi irəli. Deyir ki, A çıxılsın modulda A bərabərdir 0. A, B-nin kubu kiçikdir 0-dan. Burada variantlar düşməyib. Yazılıb ki, variantları bilmədiyimə görə cavabı A ilə B ilə yazacağım. Bunu mən yalan demiş olaram ki, dəqiqliyi ücret olmayacaq bu sualın. Ona görə bunu saxlayaq. Mən versiyada tapsam yazaram. İndi baxaram. 25'i də yazandan sonra qayıdıb ona bir dənə digər kitablarda baxaram. Görüm, əgər varsa onu yazacağım siz üçün. Deməli bizə, bunu da gəlin buradan baxaq bu sualda. Deyir, 2 aylıq mouse, notebook, scanner və printer satışı sayı göstərilib. Yanvar ayında satılan mouse və notebookun sayı. Baxın, yanvar ayı açıqla göstərilib. Bizə deyir ki, yanvar ayındakı mouse. Mouse'a baxırıq, yanvar ayında nə qədər dolub? 10 dənə. Yazıram, yanvarda 10. Bu mouse'dan gedir söhbət. Və notebook. Baxıram notebook. Yanvar ayında olub nə qədər? Gəldim, düşdüm 20. 20 də notebook.
Elədimi sizə 30? 30. Deyir, fevral ayında satılan Skyner. Fevral ayına baxıram, fevral ayındakı Skynerə. Başlayıb hardan? 70-dən 40-a. Yəni 30. Digəri isə printerdir. Printerdə başlayıb, deməli, 50-dən hara qədər? 20-yə qədər. 30 da bu. Elədi fevral ayında satışda 60. Deyir ki, bunlar neçə faizin təşkil? 30 bölünsün, 60 vurulsun, 100. Yəni 60-da 30 vur 100. O deyir 50%-in təşkil etmiş olacaq. Mən bir dənə ona baxım, hələlik videonu saxlayıram. Mən ona aid bir nömrə görə bilmədim uşaqlar. Ona görə elə 24-ün üzərində öz versiyamı aparmış olacağım sizinlə. Deməli belə. Sual belədir. A çıxılsın modul A bərabərdir 0. A vurulsun B-nin kubu kiçikdir 0. Yaxşı. Gəlin birinci fikirləşək ki, A mənfidir. Onda necə olacaq? A çıxmaq olacaq üstə gəlmək. A bərabərdir 0. Yəni 2A bərabərdir 0. A deməli 0 imiş. A 0 olsaydı, gərək burada bərabərdir qoyuydu, amma bizə qoymayıb. Deməli, A mənfi deyil. A mənfi deyil. Gəlin indi ikinci şərti yoxlayaq. A tutaq ki, müsbətdir. A çıxılsın, A bərabər 0. Həqiqətən də doğru oldu. Deməli, A-mız nə imiş? Müsbət imiş. Yaxşı, A müsbətdirsə, cavabın mənfi alınmağı üçün B nə olmalıdır? Mənfi. B də mənfidir. İndi bilmirəm variantlar orada nə formada verilib, amma biz normal olaraq bilirik ki, A müsbət, B mənfi olmalıdır ki, cavabımız düz alınsın. Belə, suallarımız bu qədər. Sağ olun, salamat qalın.